Bugün Kiv Universitetinin Tərih Cərrahi Klinikasında qalxana məzə ətraf vəzi adenolması diaqnozuyla bizə müraciət etmiş pasiyenti əməliyyat edirik. Burada yanaşma nədir? Yəni şif bir kəsikdən qalxana məzə vəzin aşağı qütbündə yerləşmiş. Hansı ki, bu pasiyentə əməliyyat öncə sintoqrafiya müayinəsi aparılmışdır. Və sintoqrafiya müayinəsində də yəni sol xanın aşağı qütbündə belə bir adenol qeyd olunmuşdur. Və paratormonda, həmçinin kalsiyum yüksəkdir. Onu da bildirmək istərdim ki, xəstə böyrək çaşmazlığına görə hemodializ alır. Və biz əməliyyatı yəni balaca bir kəsikdən daxil olduq və xaric etdiyimiz məhz adenom budur. Həmən oradakı görsənən adenom və bu adenomdur. Və adenomu tam olaraq xaric etdik və əməliyyatdan 15 dəqiqə sonra, yəni bunu xaric etdikdən 15 dəqiqə sonra əməliyyat daxili paratormon analizi yoxlanılır. Və paratormon analizində yəni bizim gözləntimiz 50%-dən daha çox olaraq paratormonun aşağı enməsidir. Əgər paratormonun göstəricisi 50%-dən çox aşağı enərsə, bu artıq əməliyyatın radikallığını göstərir.